Prezident təsdiq etdi, kimlərin maaşı artacaq. Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişikliyi təsdiq eləyib. Yeni dəyişikliyə əsasən minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik və minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir və bu barədə iqtisadçı, alim, deputat Vüqar Bayramov qeyd edib. Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqqlarında artımları təmin eləyir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları minimum əmək haqqı artırılandan bir ay müddətinə yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Burası sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil, kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıq artırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir. Bu sahədə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqları dövlət büdcəsindən maliyyələşdirilir və vahid tarif cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşir. Hazırda ən aşağı maaş 400 manat, ən yüksək maaş isə 1150 manatdır. Minimum əmək haqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Minimum əmək haqqında gözlənilən artımlar həm dövlət, həm özəl sektorda maaş artımlarına səbəb olacaq. Belə ki, hər iki sektorda minimum əmək haqqından az maaş təklif etmək qanunvericiliklə qadağandır. Bütövlükdə minimum əmək haqqının artırılması 700 min vətəndaşımızın maaşının artımına səbəb olacaq ki, elə verilişimizin ilk dəqiqələrində bununla da bağlı xəbəri sizin diqqətinizə çatdırdım. Dəyərli izləyicilərimiz, hansı ki, prezident maaş artımı ilə bağlı addım atıb, onu da dediyim kimi sizin diqqətinizə çatdırdım.